Deyirəm, Elgizdə olan yumor heç kimdə yoxdur da. Elgiz, doğrudan səndə bir maraqlı yumorlar var. Deyir, məclisdə 5 qızı Nainə Ağamalıyevaya bənzətmişəm, bilmişəm. Mən də eşitdim bunu, elə sizə də çatdırım, maraqlı olacaq. Deyir ki, demək, Elgiz bildirir ki, bir neçə həftə əvvəl rəqqasə Fatimə Fətəliyevanın doğum günündə qonaqlar arasında olan 5 xanımı Nainə Ağamalıyevaya bənzədib. Rəqqasə Fatimə Fətəliyevanın ad günü məclisində idim. Orada iştirak edən 5 aparıcı Nainə Ağamalıyeva ilə görüşmüşəm. 5 aparıcı, onların hamısı ilə görüşmüşəm və onları Nainə bilmişəm. Bunlar hamısı özünü Nainəyə oxşadıblar. O məclisdə 5 aparıcı Nainə var idi. Sonra öyrəndim ki, o ad günündə orijinal Nainə olmayıb, gülür. Mən də gördüm, belə kef gəlib də, ona da özü yox idi. Bu 5 xanımdan hamısının Nainə olduğunu bilmək istəyirdim. Dedilər ki, Nainə yoxdur burada. Bu 5 qız özünə and olsun, Allahın Nainəyə oxşadı. Bu 5 qızla görüşüb onlara Nainə deyəndə üzümü güldürürdülər. Elə bilirdilər ki, onlara zarafat edirəm, amma onları mən tanıya bilmədim. Heç bilmədim ki, bunlar hansılardır. Elgiz, niyə deyirsən belə? Bütün müğənnilər hamı bir-birinə oxşayır da. Eyni cərrah, eyni estetik cərrah, eyni nə bilim klinika, eyni zövq. Hamısı eynidir də. Hamısını da bir-birinə oxşadıblar. Siz fikir verməmisiniz, yanaqcıqlar, budaqcıqlar, qaşçıqlar, saççıqlar, dırnaqçıqlar, arxacıqlar, hamısı eynidir. Hamı bir-birinə oxşayır. Mənim özüm son vaxtlar müğənniləri seçə bilmirəm də. Kiməsə, bir də görsən bir dənə nəyisə hazırlayıram, bilmirəm. Deyirəm, ayıldı, görürsən bu o müğənnidir. Xəbər hazırlayıram. Bəlkə bir yarım saat, 1 saat. Axırda mənim tanıdıqlarım var da. Deyirəm, qurban sizə. Mən birdən səhv salaram. Deyərlər, Sara qoca arvaddı, səhv salıb. Bir dənə bu müğənninin əsl fotosunu atın da mənə. Biabırçılıqdır.